intensiv yağış ən çox bölgələrdə daşınmaz əmlaka zərər vurub. Bunu Xəzər xəbərə müsahibəsində Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib. Onun sözlərinə görə 15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi fonunda baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə daşınmaz əmlaka dəymiş zərərlə bağlı müraciət edilib. Və bu müraciətlərin 157 hadisəsi müraciəti daşınmaz əmlakın icbari sığortası üzrə, deməli 21-i əmlakın yanğından və digər risklərdən sığortası növ üzrə və biri fərdi qəza sığortası üzrə və bir dənə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyət icbari sığorta növ üzrə müraciətlər daxil olmuşdu. Sığortaçılar Assosiasiyasının icraçı direktoru onu da əlavə etdi ki, daşınmaz əmlakda zərər paytaxtdan çox bölgələrdə qeydə alınıb. Burada söhbət yalnız sığortalı evlərdən gedir. Bəs həmin evlərə dəymiş zərər necə hesablanır? Yəni zərərin qiymətləndirilməsi bitdikdən sonra tam zərər məbləği müəyyən olunandan sonra və bütün lazım olan sənədlər təqdim olduğu halda 7 iş günün ərzində tam ödəniş bitməlidir. Daşınar və daşınmayan əmlaklarda isə sözsüz ki, yağış nəticəsində dəymiş zərərlərdən söhbət gedir. Yəni su basmalardan və həmin əmlaklara dəymiş zərər və əmlakların içərisində daşınar əmlaklara dəymiş zərərlərdən söhbət gedir. Belə, ümumilikdə bu cürdür. Regionlarda təsərrüfatlara dəymiş zərərə gəldikdə isə Elmar Mirsalayev bildirdi ki, bu Aqrar Sığorta Fondunun nəzdindəki müştərək aqrar sığorta şirkəti tərəfindən hesablanır. Sığortalı olan əkin və bağ sahələrinə dəymiş zərər də ödənilir. Ramal Abdullayev, Səbuhi Mustafayev, Xəzər xəbər.